Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Quran inkarçıları, din düşmənləri barəsində olan 89-cu videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahətçiləri, bu yalancıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə sürükləyənləri tanımış və onların yalanlarından, hilələrindən agah olmuş olarsınız. Bu Quran inkarçılarının, din düşmənlərinin sevdikləri bir kəlmə var. Quran kifayət deyilmi? Quran kifayət deyilmi ki, hədislərə ehtiyac duyuldu, Peyğəmbərin sözlərinə ehtiyac duyuldu? Cavab olaraq deyirik ki, dəyərli dinləyicilər, Quran-ı Kərim Peyğəmbər sallallahu aleyhi və səlləmin şərhi, açıqlaması, təfsiri ilə kifayətdir. Bəli. İndi buradan hər birinizə sual verirəm. Allah Subhanahu wa Taala hansı buyruğunu, hansı istəyini Quranla tamamlaya bilmədi ki, bu şəkildə gördüyünüz bu zındıqlara ehtiyac duyuldu ki, bunlar gəlib bizə Allah Taala'nın buyurduqlarını nə etsinlər? İzah etsinlər. Yenə də sual verirəm, dəyərli dinləyicilər. Allah Taala Quranla hansı fikrini çatdıra bilmədi ki, bu xəbislərə ehtiyac duyuldu ki, bunlar Allah Taala'nın ayətlərdə olan fikirlərini, izahını bizə versinlər. Yenə də sizin hər birinizə sual verirəm. Allah Taala hansı sözünü Quranla bizə göndərə bilmədi ki, bu sındıqlar gəlib Allahın sözünü bizə izah etsinlər. Allah Subhanahu wa Taala Quran-ı Kərimdə hansı halalı, hansı haramı Quranla bizə başa sala bilmədi, ötürə bilmədi ki, Elşad Miri kimi, Edib Yüksəl kimi, Mustafa İslamoğlu, Mehmet Okuyan, Harun Yayə, Fəthullah Gülen, Yaşar Nuri Öztürk, Abdüləziz Bayandır kimi zındıq dinsizlər gəlib bizə halal və haramı öyrətsinlər. Hər birinizə sual verirəm. Hər birinizə sual verirəm. Allah Subhanahu wa Taala dini göndərdi. Bu dinin kitabını da göndərib, Quran-ı Kərim. Bu kitabın izah edənini də göndərib. Dəyərli dinləyici, o kitabın izah edəni kimdir? Bu zındıqlardır, yoxsa Peyğəmbər sallallahu aleyhi ve sellem'dir, Abu Bakır'dır, Ömərdir, Osman'dır, Həzrət Əlidir. Mən Allah Resulü sallallahu aleyhi ve sellemin, Abu Bakrın, Ömərin, Osmanın, Həzrət Əlinin izahını götürürəm. Bu zındıqların izahını götürmürəm. Yəni Allah Subhanahu Taala'nın kitabı bizə kifayət deyilmi ki, bu zındıqlara ehtiyac duyulub ki, bunlar gəlib bizə Allahın kitabını izah edəcəklər. Mənə bu zındıqların, dəyərli dinləyicilər, izahı lazım deyil. Mənə Allahın, Peyğəmbərinin, onun sahabələrinin izahı lazımdır. Və bu ən gözəl izahdır. Allah həmd olsun. Ona görə də bu cümlə hiləgərlərin, yalancıların sözlərinə, şüarlarına aldanmayın. Allahın kitabı Peyğəmbər sallallahu aleyhi ve sellemin şərhi, açıqlaması, təfsiri ilə kifayətdir. Bu zındıqların təfsirinə ehtiyac yoxdur, izahına ehtiyac yoxdur. Allah'a emanet olun. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.